Bir neçə gündür sosial şəbəkədə bir xanım, tanımıram xanımı, onun peşəsini bilirəm, psixoloq xanımdır. Hacı Şahinin ruhunu narahat edəcəyi fikirlər bildirir. Baxın, hörmətli xanım, siz ola bilər ki, psixoloq kimi tanınmaq istəyirsiniz. Bu ölkədə bir cəmiyyətin üzvü olaraq, ola bilər ki, sizin savadınız daha çoxdur. Amma bu ikinci dəfədir, bu Azərbaycanda bir hal alır ki, insanlar bəzi inanclara hörmətsizlik edib böyük kütləyə təsir eləmək istəyir. Baxın, Mir Mövsüm Ağa Azərbaycanda devlət tərəfindən onun bilirsiniz ki, ziyarətgahı restavrasiya olmuşdu. Ulu öndərimiz vaxtında oranı ziyarət eləmişdi. Bu günləri Gəncədə bizim İmamzadəmiz var. Bugün Nardaranda Rəhmə xanımın ziyarəti var. Buzovnada Əli Ayağı var. Naxçıvanda Ashab-ı Kəhf var. Bu günləri biz müsəlmanıq, düzdür. Bəzi xurafatlarla dolu olan dinə mən də inanmıram. O farsların yalandan, xurafatla dininə inanmıram. Amma Hacı Şahin, siz ola bilər psixoloq olaraq pul alıb, insanlar yanımıza gəlir olaraq psixoloji olaraq kömək eləmək istəyirsiniz. Amma Hacı Şahin dediyiniz kimi minlərlə gəncləri narkomaniyadan, oğurluqdan, avaralıqdan dinə gətirən insan olub və siz deyirsiniz, Hacı Şahin psixoloq olub. Bəli, Hacı Şahin dini insanlar arasında psixoloq olaraq insanları öz mövzələrinə dəvət edərək onlara Allahın mərhəmətli olduğunu, sevgiyi verdiyini, Allah Teala zalim olmadığını və zalimlara qarşı hər zaman ədalətli olduğunu bildirib. Hacı Şahin heç kimi pulla alıb da ona orada oturub mövzələr oxumayıb. Sizdən fərqli, yəni psixoloqlardan fərqli olub. Çox xahiş edirəm sizlərdən. Mən ola bilər sizin qədər oxunmuş deyiləm, amma mən Hacı Şahini ilahiləşdirmirəm. Hacı Şahin dini xadimi idi, devlətinə, devlətçiliyinə, xalqına sadiq bir insan idi. Onun dəfnində minlərlə adam iştirak elədi. Amma bəzi məmurlar var öləndə heç orada 100 nəfərdən artıq adam gelmir. Siz gəlin, malı mala qaçmayın xanım. Siz o bəzi insanları, mən bununla da bağlı devlət qurumlarına çox xahiş edirəm. Daxili İşlər Nazirimiz sağ olsun, mən vətəndaş kimi bir Mövsüm Ağanı təhqir edən bir insan haqqında danışdım və inzibati qaydada o insan həbs olundu. Bu xanımı demirəm həbs olunsa, amma bu xanıma dur deməyin vaxtıdır. Niyə? Bu xanım Hacı Şahinin tələbələri, yəni şagirdlərinin və minlərlə ona inanan, necə inanan, yəni onun kəlamlarına inanan, onu sevən, yəni sevgi var da bu insan. Onları qıcıqlandırır. Bu da cinayətə bir addımdır. Dünyadan küsən bir insan bu xanımı öz gözündə bir başqa cürə görə bilər və Hacı Şahin haqqında dediyi fikirlər düz anlamaz və cinayət